Gününüz xeyirli olsun uşaqlar. 7-ci sinif şagirdləri üçün kiçik summativ qiymətləndirmə 6-nın, yəni sonuncu kiçik summativ qiymətləndirmənin B variantının izahlarını paylaşacağıq. Birinci suala baxaq. Tesla hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Bilirik ki, uşaqlar, deməli, Tesla uyğundur maqnit induksiyasının vahidinə. Bir dəqiqə. Maqnit induksiyanın vahidinə uyğundur. C variantı. Maqnit tərəfindən cəzb olunan maddələrdir. Maqnit tərəfindən şüşə cəzb olunmur. Mis də bilir ki, cəzb olunmur. Cəzb olunur dəmir, bir də nikel. Yəni 2-4. 2-4 də C variantındadır. Üçüncü sual. Maqnitlərə aiddir. Maqnitlərə təbii və süni olmaq aiddir. Yəni 2 və 4. D variantında göstərilir. Dördüncü sual. Şəkildəki maqnit kənardakı maqnitləri itələyir. Maqnitlərin 1 və 2 uclarının qütblərini təyin edin. O zaman birinci qütbdə olacaq. Deməli, itələyirsə eyni qütbdə N, burada da S. Deməli, birinciyə uyğun gəlir N, ikinciyə uyğun gəlir S. Yəni, C variantı. Beşinci sual. Naqildəki gərginliklər arasındakı hansı münasibət doğrudur? Paralel birləşmədir və paralel birləşmədə bilirik ki, gərginliklər bir-birinə bərabər olur. Yəni, O1 bərabərdir O2-yə, o da bərabərdir O3-ə. Yəni, B variantı. 6-cı sualla davam edək. Şəkildə təsvir olunan dövrənin ümumi müqaviməti nə qədərdir? Ümumi müqaviməti soruşur və bilirsiniz ki, hər birinin müqaviməti R1 bərabərdir 6 ohm olduğunu verir. Deməli, digəri də R2 bərabərdir 6 ohm. Ardıcıl birləşmədə bilirik ki, ümumi müqavimət R ümumi bərabərdir. R1 üzərinə gəlsin R2-yə. Yəni 6 plus 6 edəcək 12 ohm. Doğru cavab A variantı. 7-ci. Ampermetr dövrəyə necə birləşdirmək olar? Ampermetr dövrəyə ardıcıl birləşir. Voltmetr paralel birləşir. Ampermetr isə dövrəyə ardıcıl birləşir. Uzun müddət maqnit xassəsini özündə saxlayan cisimlər sabit maqnitlər adlanır. Bəli, D variantında göstərilir. Davam edək indi 9-cu sualla. Aşağıdakı sahələrdən hansı və ya hansıları həm cəzb etmə, həm də itələmə xarakterlidir? Yəni, hansı həm cəzb etmə, həm də itələmə xarakterli olduğunu göstərməliyik. Əlbəttə ki, maqnit həm cəzb etmə, həm itələmədir, eyni zamanda elektrik. Yəni, 2 və 3 D variantı. 10-cu sual. Şəkildə elektrik dövrəsi təsvir edilir. Müqaviməti 10 ohm və olan birinci rezistordakı cəryan şiddəti 3 amperdir. Müqaviməti 40 ohm olan rezistordakı cəryan şiddəti nə qədərdir? Əvvəlcə baxalım uşaqlar, bu necə birləşmədir? Ardıcıl birləşmədir. Və ardıcıl birləşmədə bilirik ki, cəryan şiddətləri bir-birinə bərabərdir. Yəni, birincisində müqaviməti 10 ohm olmağına baxmayaraq, digərinin müqaviməti 40 ohm olmağına baxmayaraq, ardıcıl birləşmə olduqlarına görə bir-birlərinə bərabərdir. Demək ki, hər ikisində cəryan şiddəti 3 amper olacaq. Doğru cavab B-dədir. 11-ci sual. Şəkildə maqnit əqrəbinin aldığı vəziyyəti təsvir edilir. Maqnit induksiya vektoru O nöqtəsində hansı istiqamətdə yönələr? N-dən S-ə doğru. Yəni, B variantında göstərilib. Hansı fiziki kəmiyyət vektorialdır? Vektorial olan kəmiyyət maqnit induksiyasıdır. 13-cü sual. Maqnit sahəsinin induksiya vektorunun modulu hansı nöqtədə ən böyükdür? Mərkəzə yaxın olan nöqtələrdə induksiya vektoru hər zaman böyük qiymət alır. Yəni, bax, mərkəzə yaxın olan nöqtə burada hansıdır? 1. Yəni, A variantı. 14-cü sualla da davam edək. 3 eyni lampanı dövrəyə əvvəlcə ardıcıl, sonra paralel qoşduqda dövrədə cəryan şiddəti necə dəyişər? Bunu gəlin şifahi edək. 3 eyni lampadır. Demək ki, müqavimətləri bir-birinə bərabərdir. Və bunları əvvəlcə ardıcıl, daha sonra paralel qoşublar. Əgər ardıcıl şəkildə qoşublarsa, demək ki, müqavimət necə olacaq? Cəryan şiddətindən söhbət gedir. Eğer ardıcıl birləşmədə müqavimətlər toplanır. R vurulsun 3-ə, yəni 3R.
Cəryan şiddətimiz niyə bərabərdir? I bərabərdir. U bölünsün yerə. Yəni U düzəldək bunu. 3 yazdım burada. U bölünsün yerə. Er ardıcıldır da. U bölünsün er ardıcılda ümumi müqavimətimiz 3 yerə oldu axı. Demək ki, cəryan şiddətimiz U bölünsün 3 yerə oldu. Amma paralel birləşmədə isə ümumi müqaviməti tapdığımız zaman bilirik ki, er paralel bərabərdir. Qoy aşağıdan yazıram onun həllini artıq. Er paralel bərabərdir. Er bölünsün 3 olur. Yəni müqavimətimiz azalır. Demək ki, fikir verin, ardıcıl birləşmədə ümumi müqavimətimiz 3 er oldu. Paralel birləşmədə isə ümumi müqavimətimiz er bölünsün 3 oldu. Demək ki, müqavimət azalırsa cəryan şiddəti artacaq. Bu zaman birincinin ikinciyə olan, burada da i'ni yazaq. I2 bərabərdir. U bölünsün er paralelə. O da bərabərdir. U bölünsün er paralelimiz də er bölünsün 3'dür. 3 yuxarı qalxacaq. Edəcək i2 bərabərdir. U bölünsün, yəni 3U bölünsün erə. Bax bu. Bir-birinə nisbətini tapanda taparıq ki, orada 9 dəfə artar. Sonra davam edirik. Növbəti 15-ci sualla. 40 ohm müqavimətli naqilə müqavimətin nə qədər olan naqili paralel birləşdirilməlidir ki, ümumi müqavimət 24 ohm olsun. Davam edək. Gəlin bunun üçün aşağıda ya da yuxarısında ağ səhvə açaq. Çünki həlli tələb olunandı. Baxın, 40 ohm müqavimətli naqildir. Er bərabərdir 40 ohmdur. Nə qədər naqili birləşdirməliyəm ki, ümumi müqaviməti er ümumi bərabər olsun 24-ə. Deməli, paralel birləşmədən söhbət gedir. Paralel birləşmədə er paralel bərabərdir. R1 vurulsun R2 bölünsün R1 üzərinə gəlsin R2. İndi er paralelimiz 24'dür. Bərabərdir. R1'imiz 40 verib. 40 vurulsun R2 bölünsün 40 üzərinə gəlsin R2'yə. Bir-birinə vurub taparıq orada. Edəcək 40 R2 bərabərdir. 24 vurulsun 40 üzərinə gəlsin 24 vurulsun R2'yə. 40 R2'dən 24 R2'ni çıxanda edəcək 16 R2. Bərabərdir. 24'ü 40'a vurduqda 24'ü 4'ə vuranda 96 yanına 0. 960. R2 də bərabərdir 60. Demək ki, R2'miz 60'a bərabər olduğunu tapdıq. Bizdən nə soruşurdu ki? Heç, bizdən hələ R2'ni soruşurmuş. R2 bərabərdir 60 ohm olduğunu da biz burada müəyyənləşdirdik. Sonra 16-cı və sonuncu sualda keçək. R1 bərabərdir 44 ohm. Deməli, R1'imiz bərabərdir. Buradan yazım 4 ohmdur. R2'miz də bərabərdir 8 ohmdur. Və U1'imiz bərabərdir 12 voltdur. UAB-nin, yəni baxın, burada ümumi voltmetrin göstərişi nə qədər olar? Onu bizdən soruşur. Onun üçün digər R2'nin də müqavimətini, gərginliyini gərək tapam ki, sonra ardıcıl birləşmə olduğuna görə toplayam. Baxın, bizə burada gərginlik verib. Gəlin başqa rənglə göstərim. Bizə burada gərginlik verib. Bir də müqavimət verib. Gərginlik və müqavimət varsa cəryan şiddətini tapa bilərik. Bəli. I bərabərdir. U bölünsün R düsturuna əsasən. U'muz 12'dir. R'imiz də 4'dür. 12 4'ə bilərəm edəcək 3 amper. Bunu qoydum. Demək ki, 3 amper birincisindən 3 amper cəryan şiddəti axırsa, ikincisindən də 3 amper cəryan şiddəti axacaq. Çünki ardıcıl birləşmədir. İndi i'ni 3 amper olduğunu tapdım. R2 varımdır, bəli, 8 ohmdur. I də 3 amperdir. İndi taparam onda gərginliyimiz U2 bərabərdir. I vurulsun R üstünə əsasən 3 vurulsun 8, o da edəcək 24 volt. Bax, 24 volt olduğunda bunu müəyyənləşdirdim. İndi bizdən ümumi gərginliyi soruşur. U bərabərdir. U1 üzərinə gəlsin U2'yə. U1'imiz nə qədər idi? 12 özü vermişdi. Üzərinə gəlsin U2 də 24. Edəcək 36 volt. Demək ki, U ümumi gərginliyimiz 36 volta bərabər oldu.
Bəli, bizdən deyil, hə? O AB-ni soruşurdu. Belə, bu qədər uşaqlar sizinlə birlikdə 16 suallıq B variantının izahlarını paylaşmış olduq.